Salamlar, hamınızı xoş gördük. Hyundai Sonatadır, 2010-cu ildir. 2 sadə mühərrikdir, mənim mühərrik stuq edib. Səbəb odur ki, mühərrikdə yağ yemək olub, prosto yağına baxmayıblar, 800.000 kilometr sürüblər. Belə deyəm, mühərriki başqaları sürüb, maşına daha doğrusu, rayona geliblər, 1-2 dəfə gelib gəliblər. Prosto insan da yağına baxmayıblar, yağ azalıb. Mühərrikdə şatun səsi var, inşallah indi açandan sonra bir-birisindən paylaşacağım. Deməli, mühərriki sökmüşük, görürsünüz, içi palçıq günündədir. Mühərrikin yağını gec-gec dəyişdirəndə, bax, belə olur. Ona görə də rasvivalların yerində də yüngül də olsa aşınmaları var. Yəni, bu, belə mühərrikdə aşınmalar təbii haldır. Sepin pistoletdə görsədiyən artıq çox çıxır. Sep dəstəsi hamısı da komplekt dəyişiləcək. Deməli, mühərrikin artıq səsini sökmüşük. Görürsünüz, bərbad gündə. Vaxtında yağı dəyişməyəndə, yağ gecikdirəndə, bax, belə palçıq olur, qətirən. İnşallah bunun moykada çiçək kimi yuyulacaq tərtəmiz. İnşallah tərtəmiz halında sizə paylaşacağım. Yaxşı, qalavqaların yerləri yaxşı qalıb. Amma planlarda biraz aşınma var. Qalavqada da ən çox aşınma həmişə bu hissədə yox. Klapanlar daha da çox yuxarı sıxdığına görə qaspidralı. Purjinlər. Ona görə də buradan çox, bax, bunun klasoklarını hara qoydum. Sizə göstərim, ən çox aşınma orada yox, həmişə bu hissədə gedir. Yəni, mən açanda gördüyüm mühərriklər həmişə belə ki, qalovkadan çox, ən çox aşınma bu hissələrdə gedir. Düz deyil, işləyəcək, problem yox. Yəni, qalovkanı verəcək, qalovka ustasına hamısı bir dəfələ yoxlanacaq. Deməli, bu da mühərrikin porşenlərdir, görürsünüz. Qapqara qırın içindədir, o qədər yağ yeməsi də var imiş ki. Görürsünüz, porşenlərin başı tamamilə naqardır. Yağ koysalar da təsəvvür edin ki, baxın, görürsünüz, birləşmək istəyirlər. Yəni, ələ belə dəymir, o qədər yatıb ki, o qədər yağın içindədir ki, yəni, naqar təmiz tutur. Görürsünüz, pis vəziyyətdədir. İndi, inşallah, bunlar koysaları dəyişiləcək, porşenləri dəyişiləcək. Yığılanda çəkib sizlə bir-bir paylaşacaq. Yəni, yağ koysaları konkret olaraq zabit. Bu da cilizlərin içidir, görürsünüz, bərbad gündədir. Görürsünüz, hamısı yəni bərbad gündə düşür. Bu da porşenlərin vəziyyətidir, görürsünüz. Porşenlər cilizə ara məsafəsi boşalanda, aşınma girəndə, bax, belə sürtür, ağarır. Yəni, hamısının vəziyyəti yəni belədir. Aşınmanı görürsünüz, özünüz baxın. %3, %4 arası aşınması var. Porşenlə girizin arasında ben ölçmüştüm. 400 aşınması var.
Yəni belə təmiz görsən mənə baxmayın. Yəni cızıqlar var görürsüz. Bu da ikinci şatını da ölçürük. Görürsüz. Sıfırlamışıq. Demək olar ki, yaxşıdır, problemi yoxdur. Yəni bu şatınların içində əyirlik varsa, uzun sabah yığandan sonra problem bir sot burada boşluq var, bir sonra da problem yoxdur. Çək. Görürsünüz, burası sıfırdadır. Əsas çənə hissələrdən ölçək. Görürsünüz, sıfır verir. İşte bu da sıfırdır. Yəni normal şatunların içində əyirlik yoxdur. Normal. Deməli, şatunların içini ölçürük. Görək şatunların içində minusu, plusu varmı? Bir neçədən sonra ölçmüşük. Bir sənə çək buraya. Görürsünüz. Ancaq buranı çək, görsün. Buranı çək. Görürsün. Açdı, düşdü, məsafələri eyni.